onu sevdiyi və onu sevməyi də tövsiyə etdiyinə dairdir. Necə ola bilər ki, biz bir peyğəmbəri sevək, onun tərbiyəsində yetişmiş ailə üzvlərini sevməyək, onun böyütdüyü, onun qucağında övladı kimi böyütdüyü peyğəmbərin nəvələri ki, onların nəslindən, Əhl-i Beytin böyük əksəriyyəti onların nəslindən davam etmişdir, onları sevməyək. Dolayısıyla peyğəmbərə olan sevgi öz nümunəsini tarix boyu onun Əhl-i Beytində davam etdirmişdir. Hətta biz ilk türk toplumlarına baxdığımız zaman görürük ki, çıxan ilk İslam əsərlərində də xüsusilə peyğəmbərin Əhl-i Beytinin davamçıları olan seyyidlərlə əlaqəli nümunələrdə nə deyir? Deyir, onlara yaxşılıq edin. Məsələn, biz Yusuf Has Hacibə baxsaq, Qutat Qubiliyə baxsaq, nə görərik? Seyyidlərə yaxşı davranın, yaxşılıq edin, onlardan mənfi bir davranış görmədiyiniz müddətcə köklərini araşdırmayın. Yəni, bir şəxs ki, peyğəmbərin ailəsindən olduğunu deyir və topluma nümunəvi bir nümunədir, gözəl bir nümunədir, ona yaxşılıq edin.